Bəli, biz səbəbləri isə az öncə qeyd etdik. Avropa iqtisadiyyatı yeni ticarət ayına müsbət dinamika ilə başlayıb. Almaniyada may ayında pərakəndə satışlar 1,6% artıb. İdxal qiymətləri isə 1,1% azalıb. Avrozonada illik inflyasiya 2,2%-dən 1,9%-ə düşərək Avropa Mərkəzi Bankının hədəfinin altına inib. Böyük Britaniyada ilin ilk rübündə iqtisadi artım 0,7% təşkil edib. Mart ayı üzrə artım 0,4% olaraq yenidən qiymətləndirilib. Aprel ayında isə 0,3% azalma qeydə alınıb. İstehsal sektoru 1,1% genişlənib. Ev təsərrüfatlarının xərcləri isə 0,4% artıb. İndi biz Almaniyaya bağlanacaq. Bizimlə canlı bağlantıda Commerzbankın analitiki Murad Cəlalov olacaq. Murad bəy, xoş gördük. Almaniyada pərakəndə satışların artması və idxal qiymətlərinin azalması. Seçildikdən sonra dünya üzrə yeni tariflər planını tətbiq etməyə başladı. Bunun da əsas mənfi təsirləri birinci növbədə Avropa İttifaqına dəymiş oldu. Bunu xüsusən də son dövrlərdə birjalarda müşahidə etmək olur. Son həftələrdə birjalarda yüksək volatillik var və gözlənilənlərin tam əksi baş verir. Xüsusən də Avropadan Amerika Birləşmiş Ştatlarına ixrac olunan mallarda kəskin surətdə azalmalar var. Statistikaya nəzər salsaq görərik ki, 2023-cü ildə təkcə Avropa İttifaqından Amerika Birləşmiş Ştatlarına 484 milyard civarında mal ixrac olunub. Bunun da əsas yerini Avropanın, xüsusən də Almaniyanın avtomobilləri, İtaliya və Fransanın lüks brend məhsulları yer tutur. Amma son dövrlərdə tariflər planının dəyişməsinə görə artıq kəskin azalmalar baş verir və 9 iyul qərarından sonra bunun da tariflərin daha da kəskinləşəcəyi gözlənilir. Əgər Avropa İttifaqı da Çin kimi Amerika Birləşmiş Ştatlarına kəskin cavab verərsə, yəni onlar da tariflər planına dəyişiklik edib idxal olunan məhsullara yüksək tariflər tətbiq edərsə, bu da iqtisadi müharibənin başlanmasını gətirib çıxarar. Dünya üzrə maliyyə mübadiləsinin əsas getdiyi 3 nöqtə var ki, Çin, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, bunlar arasında iqtisadi müharibə dünyanın iqtisadiyyatının çöküşünə gətirib çıxara bilər. Təşəkkür edirik. Bəli, Avropanın iqtisadi mənzərəsinə ekspertlə birlikdə nəzər saldıq. Neft qiymətləri İsrail-İran münasibəti